Salam hörmətli izləyicilər, xoş gördük sizləri Ratve kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir yemək hazırlayacağıq. Makaron xəngəli. Bunun üçün bizə nə lazım olacaqdır? İlk öncə gördüyünüz kimi burada qatığımız var və sarımsaq. Sarımsaq qatıq bunun üzərinə tökülür. Yəni xəngələ necə, buna da elə. Ondan sonra makaronlar, soğan, yağ, çəkmə ət və duz, istiyor zırğı gülə. İndi deməli əziz izləyicilər, ilk öncə qaynadılmış suyumuzun içinə makaronlarımızı tökürük bişməyə. O pişənə kimi isə soğanımızla soğanımızı doğrayıb və qovuracağıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax suyumuz belə qaynayır. İçərisinə deməli makaronlarımızı əlavə edirik. Və üzərinə zövqə görə duz əlavə edirik. Belə. Və bir də belə qarışdırırıq. Və qoyuruq qaynamağa. O qaynayana kimi başlayırıq soğanımızı hazırlamağa. Deməli əziz izləyicilər, makaronumuz pişənə kimi bax belə bir tava götürürük. Tavamızın içinə yağımızı əlavə edirik. Belə. Yağımız əriyənə kimi, yəni bax belə. Əriyənə kimi, biraz əriyəndən sonra ətimizi qovuracağıq. Ona kimi isə ətimiz qovrulana kimi soğanımızı, yəni birəcə ətimiz qızarana kimi soğanı doğrayıb üzərinə əlavə edəcəyik. Əziz izləyicilər, gördüyünüz kimi yağımız belə əridikdən sonra ətimizi əlavə edirik. Beləcə ətimizi əlavə edirik. Və ətimiz deməli yağda pişir və biraz üzərinə duz əlavə edirik. Biraz zövqə görə və istəsəz biraz da istiot qara, qırmızı fərqi yoxdur. Kim necə istiot istəyir əlavə edə bilər. Belə qarışdırırıq və ağzını örtürük ki, biraz